Əsrarəngiz təbiətə malik olan Laçın həm də arıçılıq təsərrüfatları üçün bol nektar bazası hesab olunur. İşğaldan azad edildikdən sonra isə Laçın təbiəti də əsl sahiblərinə qucaq açıb və arıçılar burada öz təsərrüfatlarını genişləndirir. Belə arıçılardan biri də əslən Laçın rayonundan olan Kamal Allahverdiyevdir. O, Laçına 130-dan çox arı ailəsi gətirib. Əsas məqsədi ata-babasından yadigar qalan bu yadigarı Laçında yaşatmaq və Laçın şəhəri ilə yanaşı rayonun dağlıq hissələrində də arı ailələrini bəsləyir. Laçında 9 yaşı olan Kamal ata-baba sənəti olan arıçılıqla məşğuldur. Hazırda bu sənəti sevərək davam etdirir. 3 ildir Laçında öz evində məskunlaşıb, ailəsi ilə birlikdə. Deyir ki, Laçına bərəkət yağıb. Bu qarlı hava nə qədər çox olarsa, o qədər də Laçında ərsəyə gələn balın keyfiyyəti və miqdarı çox olar. Laçından 9 yaşında çıxmışam. Ata-baba sənətim olan arıçılıqla məşğulam. Atamın sənətini mən davam elətdirirəm. Hal-hazırda artıq 3-cü ildir ki, Laçın şəhərində öz evimizdə məskunlaşmışam və arıçılıqla məşğulam. Gördüyünüz kimi də bərəkət yağıbdır, qar yağıbdır. Nə qədər qarımız çox yağsa, o qədər Laçın balının keyfiyyəti və məhsuldarlığı çox olur və qarın yağması biz arıçılar üçün çox sevindirici bir haldır. Əvvəllər mən Şəki şəhərində, 31 il Şəki şəhərində yaşamışıq və Şəki şəhərində yaşadığımız müddətdə belə hər zaman Laçın eşqi ilə yaşamışıq, Laçınla xəyallar qurmuşuq və mən orada da Laçın balını tanıtmaq üçün həmişə arzular qurmuşam və adımı da orada Kamal Laçınlı qoymuşdum ki, Laçın adını hər zaman yaşatmaqla fəxr eləmişəm. Belə deyək də, kimsə könlündə, ürəyində yaşamaq varsa, yəni necə fikrimi çatdırım, çox xoşdur mənə Laçında yaşamaq. Həyatda ən xoşbəxt insanlardan biri də mənəm ki, Laçında yaşayıram və düşünürəm ki, Laçının gələcəyi günü-gündən daha da parlaq olacaq. Qeyd edək ki, arıçının təfərrüatında ərsəyə gələn məhsullar Laçında keçirilən yarmarkalarda da sərgilənib. Günay Hüseynova, Aydın Yavərzadə, Həcər Həsənova bugün informasiya proqramı üçün.